Hamiləliyin 27-ci həftəsi və damar genişlənməsi. Hamiləliyin 27-ci həftəsində dölümüz 900-1000 qram arasındadır çəkisi və 36-37 santim uzunluğu var. Dölümüzün artıq yuxu və aktivlik rejimi var. Yəni 2-3 saat yatırsa, 2-3 saatda oynayır, içəridə hərəkət edir və biz bu şəkildə onu hərəkətlərini artıq izləyə bilirik. Yuxusu rejima düşdüyü üçün dediyimiz kimi rüyalar görməyə davam edir və səslərə də reaksiyası daha seçici olur. Məsələn, sırf musiqi hiss edəndə döl tərpənə bilər və hərəkət edə bilər. Bədəndə kilo alımı davam edir, iştahımız yenə də yaxşıdır, özümüzü enerjili və aktiv hiss edirik. Amma ayaqlarda özəlliklə bəzən genital bölgədə və hətta düz bağırsaqda damar genişlənməsi başlaya bilər. Hamiləlikdə damar genişlənməsinin qabağını öncədən necə ala bilərik və artıq o əmələ gəlibsə nə etməliyik? Deməli, əgər bizim damarlarımız genişlənirsə, bu da hormonal dəyişikliklərlə əlaqəlidir, qan həcminin artması ilə və dölün müəyyən venoz damarlara yaratdığı təzyiqlə əlaqəlidir. Gördüyümüz kimi alt hissədə əmələ gəlir, yəni genital, düz bağırsaq və ayaqlarda, bu da dölün baskısı ilə əlaqəlidir. Demək, biz damarın divarını gücləndirməliyik. Damarın divarını gücləndirən qidalar, flavonoidlar içərən qidalardır ilk olaraq. Bu da qırmızı və bənövşəyi meyvələr və tərəvəzlərdir. Bunların içində nardır, soğandır, sarımsaqdır. Eyni zamanda C vitamini, yəni C vitamini ilə zəngin qidalar, onlar haqqında danışdıq daha öncə. Narıncı qidalardır, limon, mandarin, apelsin, yaşıl bibər və qırmızı bibər, kələm, kahı, brokoli bunlardır. Eyni zamanda da biz həyat tərzimizə diqqət etməliyik. Yəni, ayaq üstə durmaq və yaxud da uzun sürə oturmaq hamilə üçün ziyanlıdır. Həm damarları üçün, həm ümumi qan dövranı üçün. Yəni, deyirik ki, əgər sizin oturaq işiniz varsa, saatda bir qalxın və mütləq 5-10 dəqiqə gəzin. Bu, ofisdə işləyirsiniz və yaxud da başqa bir iş yeriniz var, mütləq hərəkət edin. Eyni zamanda ayaq üstü də hərəkətsiz qalmaq, o da damar genişlənməsini artırır. Ona görə ayaq üstə bir işiniz varsa, mütləq hərəkət edin və yaxud da ən azı yarım saatdan bir oturun və ayaqlarınızı biraz hündürə qaldırın. Hətta yatanda yatağın alt ucunun altına bir yüksəldici qoyaraq bu uzandıqlı pozisiyada da ayaqlarımız biraz hündürdə olsa, bu müddətdə damarlarımız dinlənər və genişlənmə azalar. Təbii ki, aşkar bir damar genişlənməsi varsa, artıq damar corabı geyinməlidir, damar doplerindən keçməlidir pasiyent və gərəkirsə müəyyən tibbi müalicələr damar cərrahı tərəfindən ona tövsiyə edilməlidir.